Qızlar, hər vaxtınız xeyir olsun. Deməli, bu videonu 2 gündən sonra çəkirəm. Yəni digər videolardan sonra 2 gündən sonra çəkirəm. Heç cür yekunlaşdıra bilməmişəm bu neçə gündəki videonu bitirim, başlayım da. Daha doğrusu paylaşım da, fikrimi də cəmləyə bilmirəm. Üst-üzə salıb biraz da qripləmişəm bu 2 gündə. Üzümü yudum, uşaqları səhər-səhər aparıb qoydum, bağçaya gəldim. Üzümü yumuşam, istəyirəm indi biraz baxım edeyim, hazırlaşıram. Demək, 2 günlük o gün yemək pişirmişdik qaynatam üçün. Bugün yenə axşamdan yemək hazırlamışam, elə evdən aparacağam. İndi istəyirəm üz baxımı eləyim, sonra hazırlaşıram. Instagram üçün kombin videosu falan çəkməyi düşünürəm. Belə. Qızlar, ümumiyyətlə üz baxımında davamlılıq çox önəmlidir. Mən əvvəllər eləyirdim 5 gün, 10 gün, burada da 1-2 dənə mesajlar gəlib. 5 gün, 10 gün sonra buraxırdım. Buraxırdım deyənə, düzün desəm, nəticə də yaxşı görə bilmirdim. İndi elə deyiləm amma. Düzənli üz baxımımı eləyirəm və həqiqətən də hər dəfəsində kimsə canlı görəndə də falan deyirlər ki, yəni üzün həqiqətən yaxşıdır da, mehriban. O dəfə də gözüm lazerdən yanmışdı. Şükür o da ləkəsi getdi. Ona da Bepanthen Plus. Ümumiyyətlə yara üçün Bepanthen'in imunlu bu. Bepanthen Plus'u çox yaxşıdır. Yəni yaxşı rəylər də alıram dərim üçün. Düzdür, bütün xanımlar nə qədər də dərimizə baxsaq, qızlar, mütləq yenə də razı olmuruq da. Mən belə nə yalan deyim sizə, çox belə lüks, yüksək qiymətə məhsullar istifadə edirəm? Yox. Əsasən serumlarıma üstünlük verirəm. Məsələn, serumum New Well-indir. Səhv eləmirəmsə 13 manata almışdım. Məsələn, serumlarım daha çox yüksək məbləğdə olur. Qalan belə məhsullarım gözaltı kremlərimdir. Məsələn, üz nəmləndirici kremlərimdir. Bunlar Faberlicdən, çox vaxt da Biodermadan istifadə edirəm. Ya məsəl üçün L'Oreal'ın belə nem terapisi var. Bu da çox gözəldir. Bitirir, gələk bunu atıb artıq. Sonra nə deyimsə, günəş kremi də axır ən çox Depures'in bu günəş kremini istifadə edirəm. Belə də, yəni məsəl üçün hansı ki çox yüksək marka olmayıb da, məsələn, bəzi markalar var ki, öz sözünü demişdi. Məsələn, Dr. Russell falan, bəlkə də çoxunuz tanıyırsınız Dr. Russell. Məsələn, o firmaların, sonra bəzi Pakistan deyirlər, yoxsa Hindistan bilmirəm dəqiq, onlara ayırt edə bilmirəm düzün desəm. Axırı onların məhsulları, baxım məhsulları da çox, elə İran məhsulları, mən çox keyfiyyətli hesab edirəm və adi Biokos krem var idi qızlar. Biokos kremdən mən də uşaqların hər ikisində gözümün bu hissəsində patçı formasında inansız qəhvəyi ləkələr düşmüşdü. Bax, burada belən içinə. Və mən, adı nədir? Biokos kremdən gündəlik istifadə eləməyinə, sadəcə onun da padelkasını sonradan çıxartdılar. Mən Biokos kremi hər axşam üzümə çəkməklə o ləkələri yox elədim də üzümdən. Bax, bu hissələrimə üzümə o ümumilikdə tətbiq eləyirdim və çox qəşəng həqiqətən təsirini görürdüm də. Üzümün rəng tonu bərabərsizliyi aradan getmişdi. Məndə çox vaxt hormonal problemlərə görə buralarda qızartı, bəzən ağzımın kənarlarında falan qızartılar olur. Onların hamısını aradan qaldırmışdı. Çox gözəl. Bir də ən əsas üzdə, üz baxımında mənə elə gəlir ki, sudur da. Yəni suyu mütləq içməlisiniz yaxşı. Belə. Bir də təbii maskalar da istifadə edirəm. Düzü, ən yaxşı darçın maskaları istifadə edirəm. Yumurtanın ağı ilə şəkər tozunu qabardıb istifadə edəndə bezə kimi də halına gətirib onu da üzə çəkəndə o da çox qəşəng həqiqətən təsir edir qızlar. Yaxşı olur. Belə yüzümü qəşəng nəmləndirdim. Serumu çəkdim, gözaltı çəkdim. Üstündən də belə SPF çəkdim. Biraz makyaj eləmək istəyirəm ki, videomuz qəşəng alınsın. Videonun gərək başlığını çəkərdim, pis günlük vəziyyətimi. Qoy çəkim, üzümü nəmləndirmişəm. Çəkim, bunu saxlayayım, sonra makyaja bir yerdə davam eləyərik. Hazırlaşdım. Belə geyindim. Qaldırım mən ayağımı göstərəcəyim, yoxsa sizə. Belə saçlarımı topladım. Hazıram, makyajım falan hamısı da. Tabii sizə çəkməyim, çünki dediyim kimi Instagrama video çəkirəm. Belə. Yox, Instagram üçün kombin videosu çəkirəm. Bu arada Əsmər də gəlib artıq. Buradadır. Çatmışıq qızlar. Demək, elə adı nədir? Market var bizim binanın yanında. Ora gedib bir-iki əksimiz var. Onlara bax, qızlar, baxın, baby focus var ha. Bu şokoladlar çox qəşəngdir. Belə paketlənməsi də varmış. Sən bilmirdim. Bizdə uşaqlar çox sevirik bunları. Belə yumru, draja kimisi də var. Göstərim. Ədədlə olanı deyəsən yoxdur.
maraqlı şeylər var, baxın. Göpəriz deyim də mən. Belə şeylər heç görməmişəm, baxın. Burada, bunların ilk dəfədir belə şeylər görürəm. Hoppa filan. Burada da Baby Fox'un belə şokoladları da var. Uşaqlar çox sevir. Beləsi də var, pitkası da var. Mən də. Hazır alınmış deyirsən də, hə, yerində. Mən xoşum gəlir də, gəl bir gün pişirim, yaşarıq bir gün pişirəm. Yemirsən də, ha, sandviç. Həqiqətən. Mən təzəsi gələm. Yadımdan çıxıb. Gəldik aşağıdan göyərti aldıq, yenə yuduq, təmizlədik. Burada özümüz üçün yemək pişiririk. Dedim öz yeməyimizi də bura gətirək. Hə, şeydir. İç salatımız vardı, qoymuşuq o pişsin. Mən də pişirdiyim yemək buradadır. Əslidən tam not aldım, çox bəyəndi. Yenə qoymuşam vamodda pişsin. Bu nədir qızlar? Mən soğan, mal əti, labrori istəbilimi, belə bir də çox şey. Xaçlama, bilmirəm, hər bir şey deyir buna. Biri kəlafur deyir, biri nə deyir. Axır ondandır. Mənim qaynatamın ən sevdiyi yeməklərindən biridir. Mən pişirəndə də həqiqətən çox xoşlayıram onu. Özümü tərifliyim gözləyir. Hə, biraz paltar vardı, yenə atdıq. Yəni belə çox batmayıb ev, eləcə prisoslayıb çıxarıq da, hə, Həsən. Çay içək indi. Qızlar, baxın, Əsmərin əllərinə sağlıq pişirdi, yeriz məlum. Göz haqqınızı halal eləyin. Əsmərin. Burada da mənim yeməyim lap hazır oldu, söndürdük altı. Burada da göqərtilərimiz falan belə hazırdır. Bunu da üstünə səpir, çox xoşdur. Mən heç vaxt eləməmişdim, mən səhiylə. Hə, yox, heç vaxt. Kartof qızarması üstə səpədim. Hə, dadlı olur, heç eləməmişəm. Burada da ütülənəsi köynəklər falan var. Onları yığmışam ki, ütülüyüm. Bir də qaynanam üçün çanta hazırlayacağam ki, sabah qaynatam gedəndə aparsın inşallah. Sabah yox, sabah dedi, gedəcəm. Bilmədim, deyəsən sabah dedi. Hə, belə. Burada da qızlar öz vlogumu qoymuşam ki, qulaq atıb baxıram. Belə. Hava da qəşəngdir, elə gözəl hava var. Qızlar, biz çıxmışıq. Qəşəng. İşlərimizi bitirdik. Gedirik Zara'ya, amma fikrimli Zara'ya. Daha doğrusu dedik keçərkən buradan. Bunun əslinin o çəkmişdim, lindası. O lindasını eve verib. Rayona verib. Gelib kət yerinə verib özdə. İndi yeməyin alıb aparacaq deyərək gəlmiş. Çana sürünür də arxasıydı. Hə, sürünür arxasında. Qız, yox, oğlan evi alana kimi, qız evi öyrənə kimi də, bilmirsən. Elə bir misal var. Hə. Nəysə, çıxdıq, gedirik dükana. Ona yemək alacağıq. Dedik, vaxtımız varkən burada bir-iki mağazaya baxaq. Heç qalmadan çıxaram inşallah. Söz vermərəm, yəni sən elə deyirsən. Hə. Bax, orada Milinay var ha, butik. Bura demək Xırdalanın parkın aşağı hissəsində. Oradan almışdım. Göy İlqarın toyuna geyindiyim don var deyə, yadıma gəlir o. O qəşəng idi. Onu çəkmədim. Belə. Amma ya toyuq baxıram ki, toyuq. Qeybət də eləyirik, araya salıb. Hə? Deyirəm, araya salıb qeybət də eləyirik. Hə, belə. Qızlar, girmişik Xırdalanda belə parfümeriya mağazalarını. Bunlar təzə açılıb. Belə Megastoru keçəndən sonra, Megamar nə idi? Keçəndən sonra belə maraqlı bir yerdir. Emosia, parfümeriya. Əsmər, elə bil ki, pişiyinə, ay ya Allah, pişiyinə yem alır. Mən də gəldim ki, quşlara baxım. Oy! Beynim getdi ki. Oy, nə geçəcəksin. Səsləri pis də bunların, adam beyninə girir. Mənim bax, tostunun beləsi var idi. Qurr, nədir? Ay Allah. Allah'ım, yəqin ki, görürsən mən nə vaxt əlimi xamiyyətə vuraram. Ama doğuşan geçəcək. Doğuşan. Apiti, apiti. Ay ya, ay, onlardan qorxuram. Burada belə qorxuram. Bu nə deyib saxlayırlar bu zaman? Nə bileyim valla, hər an zövqü müxtəlifdir təbii ki, pis başa düşməsin, kimsə mənim özüm eləyəcək. Burada qəşəng qabları var, mən elə həyətə istəyirdim pişik üçün. Yem qabı, dəmir qəfəs məsələn. Görün necə yem qabları var. Pişiklər üçün 2-3 dənə qoyardım həyətə. Baxıram. Yox, bu deyəsən pişik qabıdır. Hə, burada da pişik qabı var. Belə şeydir. Ne qəşəngdir. Çox qəşəng yerdir. Hər şey var.
daşlar falan, hər cür pişik yemi, it yemi, yəni bütün heyvanların yemi, hər şeylər var. Buna bakalım. Bir şey, bunlar 2 manatdır, belə 4 manat, 2 manat qəpik, 2 manat, 7.30, belə böyükləri də var, 4 manat, belə kuş yemləri, xamyaklar. Özü endirmə düşüb, o dar, bir dənə orada bir şey yemi vardı, o göstərmişsə, endirimdədir, 40 qəpik. 40 qəpik bak var. Gəldik Qutumutuya. Hə, gəldik Qutumutuya qızlar. Gedək baxaq görək nə var. Bax əsə. Rəsmə istəyirəm alım. Görün içəri. PUBG daha qəşəngdir. Maraqlıdır. Görün nə var? Bax gör sən girmirsən də əsi. Mən уже getdim. Dedim gör sən girdin də birinci. Qəşəng şeylər var Qutumutuda. Qutumutunun şəhərdə də filialları var. Buradakı filial da çox qəşəng, çox şirin, çox minnaqdır. Qızlar üçün məncə əla bir yerdir. Qız uşaqları üçün vəbşə hər şey var. Ay davra. Demək, axşamınız xeyir olsun, xanımlar. Bugün mənim vlog çəkməyim, əslində bu vlog belə oldu, hər şeydən biraz davamlı bir şey çəkə bilmədim. Gəldik, həyətdə biraz uşaqlarla oynadıq. İndi uşaqları qoymuşam yerlərinə, yatmazdırmaq istəyirəm, saat hardasa 10'dur. İstəyirəm tez yatsınlar. Neçə gündür yuxu rejimləri pozulub da. Özümə də bir dənə belə qəhvə dəmləmişəm. Bu qəhvə çox qəşəng ödəm atmağa kömək olur qızlar. Nədir içərisində? Türk qəhvəsi, demək 1 çay qaşığı Türk qəhvəsi, görüntüyə görə üzr istəyirəm bu arada, içmişəm, yəni belədir. 1 çay qaşığı kakao, yarım çay qaşığı da darçın. Dəmləyirəm, bişirirəm, adi Türk qəhvəsi necə bişirilirsə. Ödəm atmağa kömək olur. Bir 10 gün hər axşam içirəm, sonra ara verirəm, yenə içirəm. Həqiqətən kömək olur. Bilirsiniz ki, riayət etməyə çalışıram. Hələ ki hər şey qaydasında gedir. İnşallah yaxşı olar, hər şey daha da gözəl olar. Və bugün Xırdalandakı Qutumutudan Raisimə belə bir daxıl aldım. Daxıl deyirlər, baxıl deyil. Yox, daxıl. Hə, baxıl xəstəxanada geyinilən bir şey. Daxıl aldım. İstəyirəm ki, içərisinə pul yığar, kassa deyək də. Pul atar, çünki istəyirdi qəpik atmağa üçün bir şey. Belə ilk dəfə aldım, amma peşmanladım. Niyə peşmanlamışam? Gərək mən Abbasa dalardım. Nəysə, belə fikirlərinizi, rəylərinizi oxuyuram. Çox təşəkkür edirəm bəyəninizə, çox sevinirəm. Kanalımı bəyənib, abunə olub, daha doğrusu videomu bəyənməyi, rəy yazmağı unutmayın. Bir də bir nüansa aydınlıq gətirmək istəyirəm. Videonu bitirmişdim. Birdən dedim ki, baxdım yenə də o paylaşdığım qaynanamgildə təmizlik vlogu ilə bağlı paylaşdığım videoda baxıram ki, orada çoxlu yazanlar olub. Yenə də gəlib də şərhlər. Dedim qoy belə yekunlaşdırım, fikrimi bildirim. Çünki burada da təmizliklər eləmişəm yenə. Bilirəm bu videoda mütləq gələcək də elə rəylər. Xanımlar, bir şey deyim ki, hərənin düşüncə tərzi təbii ki fərqlidir. Hər ailə fərqlidir. Hər bir insanın fikirləri fərqlidir. Mənim də bir başqa cürdür. Mən özümü dörd dörtlük insan hesab eləmirəm. Mənim də səhvlərim, düzlərim, hər bir şey var. Amma ki, məsələn, orada rəylər yazılıb ki, belə yəni gəlin var. Biri yazıb ki, evin yəqin tək oğludur. Biri yazıb ki, yəqin də qardaşı, nə bacısı var deyənə ev buna qalacaq. Elə ağlasılmaz, yəni fikirlər yazılıblar ki, belə hələ də təəccüblənirəm ki, yəni insanlar necə belə şeylər düşünə bilirlər də. Yəni burada fərqi nədir? Yəni heç qaynanam olmasa da belə insandır. Mən gedib köməklik eləyərəm. Yəni qaynanamı hələ temboli qaynanamdır. Yəni bunun nə mənası var ki, nə əlaqə? Yəni mən qonşuma da kömək eləyə bilərəm, qohuma da kömək eləyə bilərəm, gedib
kömək, yəni burada nə var ki, burada artmıram, azalmıram. Özdə qaynanamdır, biraz da nasazdır, səhhətində problemlər var. Olsun cavandır, bəli cavan görsənir. Yazıblar qaynanam cavandır, nə ehtiyac var qeyb təmizdir. Bu çox belə qəribə fikirlərdə. Burada nə var ki, bayramdır, bayram təmizliyi edirik. Mən də o evin gəliniyəm. Kənarda olsaq da yenə gəliniyəm. Mənim əşyalarımdır deyə gedib təmizləyirəm deyə də rəylər var. Xeyr, elə qalsa mən təmizləyim burdadır hamısı. Mənim əşyalarım burdadır. Hə, burada da əşyalarım var. Bu nə deməkdir? Onda elə burada təzə əşyalarım var deyənə gedib ora heç əl dəyməyim. Elə şey olur. Hə, düzdür. Məsələn biz keçən ildə bayramda qəşəng təmizlik eləmişdik orada, yığışdırmışdıq, yumuşduq. Əslində bunlar YouTube izləyiciləridir. Yəni məni tanımayanlar, Instagramdan məni tanıyan xanımlar bilirlər ki, mənim xarakterim necədir. Artıq 3 ilə yaxındır. Yəni qaynanam gilən qalan gündən, sonra çıxıb kirayə qalıb, sonra bu evə köçən gündən məni izləyən xanımlar var. Hər dəfə getdiyimi, gəldiyimi görənlər var. Necə xasiyyətli olduğumu bilənlər var və ən əsası ailə üzvlərim bilirlər ki, mənim xarakterim necədir, ən başda qaynanam olmaqla. Sayğı, hörmətə bağlı deyil deyə düşünürəm. Yəni düzdür, bir yandan bağlıdır, amma bağlı da deyil. Mənim qaynanamın bir dənə sözü var, insan gərək biraz vicdanı olsun. Həmişə deyir ki, vicdanı insanda vicdan varsa, başqa yəni bir necə deyim, xarakter önəmli deyil bir o qədər. Vicdanın varsa əgər, qalan bütün xarakterləri orada barındırır da o. Yəni sənin vicdanın varsa, qarşındakı insanın vəziyyətində başa düşəcəksən, hər bir şey, hər nə olur olsun, nə yaşanır yaşansın, hər bir şey qoysan kənara, əlbəttə ki, ən əsası, yəni vicdanını düşünməyə başlayırsan. Bu çox önəmli bir şeydir. Belə ümid edirəm ki, fikrim başa düşdünüz. Yəni yenə deyirəm də, insanlar fərqlidir, düşüncə tərzləri fərqlidir, amma ki, bilib-bilmədən, insanların hekayəsini bilmədən belə şeylər yazmağınızı dəstəkləmirəm. Yaxşı bir şey deyil. İnşallah ki, bu videonun da altında belə şeylər yazmarsınız. Biraz nasazam deyənə, tam cümlələri bilmirəm, necə topladım, neylədim. Əsas fikrimi bildirdim ki, inşallah bu videonun da altına belə gəlin var, nə bilim nə, filan, belə lağlağalı kommentlər görmərəm inşallah. Hər vaxtınız xeyir olsun xanımlar. İstəyirəm rutinimi sizdən bölüşüm. Qızlar, əslində biraz üzülmüşəm. Niyə? Sizin üçün çox qəşəng video çəkirdim. Neçə gün idi. Əlim dəydi. Video tam yüklənərkən digər videoları sildim, çaşıb. Və hamısı getdi. Sonra deməşək, birinci üzüldüm, deməşək çəkməyəcəm, daha istəndim. Sonra dedim, yox. Başlayaq bugündən. Normalda rutinim belədir. Yəni adi günlərdə dururam, səhər gəlib yürüyüş edirəm. Uşaqları bağçaya qoymuşam. Gəlmişəm, yürüyüşümü eləyirəm daha doğrusu. 10.000, 12.000, 15.000 addım tamamlayıb gedirəm evə. Sonra ev işləri falan. Dedim bugün də belə olsun. Bu dəfə də belə bir vlog çəkim sizin üçün. İnşallah ki, xoşunuza gələr bu da. Belə. Yürüyüşü bitirdim qızlar. Ay görün, ora stansiya tərəfi necə gözəl gül açıb. Əslində evə gedəcəkdim, bilirsiniz, evdə işim çoxdur, amma Əsib acı dirəşib gəl bizə. Əsmər bugün rayona gedəcək, sabahda falan onu uşaqlar bizdə olacaqlar inşallah. Ay yolu nə gözəl oldu. Oxşum stansiyanın üstündən belə, bura Biləcərdə bildiyimiz kimi, Biləcərdə stansiyanın üstündən keçib otaya gedirəm Həsiqilə. Tərliyəm, burada mən külək bitər elədim. Bilmişəm qızlar, Araz marketə, Biləcərdə bu dəmir yol xəstəxanası ilə üzbəyiz olana. Demək, burada qəşəng sirop çeşidlər olur, sizə göstərim bir-iki dənəsini. Baxın, toplar həm tam storlarda olur, həm də burada çox dadlıdır. Bunlar yürüyüşdən gəlib görünələrə baxıram. Bunlar da çox qəşəngdir. Mən də sirop çox sevirəm. Özümdə hazırlayıram kəsmiylə. Çox dadlı olur qızlar. Bunlar da xoşuma gəlir. Məsəl üçün atışdırmalıq nəsə eləmək istəsəm, birdən qaçamaq eləmək istəsəm, şokoladdan çox siropa üstünlüyü verirəm. Onun elə bir ki, düzdür, tərkibində kalori çoxdur onda, amma daha çox onlar. Bir də məsəl üçün içməli yoğurtlardan gavallı olanı alıb içmək olar, yaxşıdır. Sonra nə? Bir də ən çox sevdiyim. Düşüb endirimə. Qoy 2 dənə də bundan götürüm. Çox yaxşıdır. Çayla içmək istəyənə birdən. Amma bunları, qızlar, bundan almışdım keçən səfər. Heç xoşuma gəlmədi. Çox yavandı. Bunlar yenə ondan nisbətən yaxşıdır. Burada sonra nə var? Başqa var. Bir də bu plitkalar var. Pobedalar.
Hə, o plitkalar da yaxşıdır. De bunlar çox yaxşıdır. Bir də bu şəkər sasilkalar var. Qoy görüm, görsən burada göstərim sizə. Mən çox xrepsi alıram, ən çox xrepsini də gündəlik yeməkdə yox, qızlar. Ən çox gecə məsəl üçün çox görürəm ki, acımışamsa əgər, onda nə edirəm? Onunla bir dilim kalbasa zat belə bir şey yeyirəm ki, çox ac qalmır. Bu Minesko Piccolo konfet bunlarla, ən çox da rozları ilə çay içirəm. Qəşəngdir o da. O da yaxşıdır. Bir də İran belə turşməzə belə palçıq turşu kimi konfetlər var. Ağzım sulandı. Mən oldu ay qız. Ay bunları elə sevirəm. 1.90 bunlar da dadlı olur. Özdə 2 aprel gəlib, yox. Bu gün ayın 4-dür də, hə. Sonra nə? Şirniyyat bölməsinə keçəndə ağlımı itiriyorum. Bunlar çox ləzzətli. Ümumiyyətlə Bakir House'un məhsullarının hər biri çox dadlıdır. Sonra baxın qızlar, bu var ha, bu piroqlar da çox qəşəngdir. Alıb yoxlaya bilərsiniz. Bir də bax bunlar. Oy, ən sevdiyim. Farid almayacağam amma. Almayacağam amma qızlar. Faridçinin bax bunlar var ha. Çox ləzzətli. Dağızda əriyib. Hele bundan mən kilo aldım, elə bilirəm. Hele deməklə kilo aldım. Elə hiss edirəm. Nəysə gedim kastaya bu 2 dənə də vurdum, qatım. Bilirəm ki, ən yaxşısı Aksiviyadır. Əsasda gavallı olan. Prosta Biləcərdə ancaq neçə yerdə baxmışam, heç gavallısı yoxdur. Ancaq çayır istəyir, xoşum gəlir sərin içməkdən. Atışdırmalık kimi yaxşıdır, ara öğün kimi. Yəni bunu indi içəcəm, ürəyim istədi sərinləsə, bunu içəcəm. Belə gəlirik Əsigil'ə. Yoruldum ey. Gəlmişəm qızlar, oturmuşam Əsigil'də. Mənə bax hələ. Sirok yiyirəm. Görürəm ki, məni evdən heç kəs tərpədə bilməz. Bu qız mənə tərpətdi. Özümü inana bilməm. Bu fincan bizim sevimli fincanlarımızdır. Əcəmidə ev eşik store var, orada ucuzdur. Başqa yerlərdə çox baha satırlar. Nə? Məndə hə. Hə. Deyirəm gözümün qırağının yanığı necə qalıb Əsmər. Getmişdi birinci, töküldü getdi qızlar. Elə bilim gedəcək. Sən demə qalıbmış. Hə, belə mən də laf sizlə söhbət edirəm. Mən qoyub qabağıma qızları söhbət edirəm. YouTube'a video çəkirəm də. Deyirəm laf qoyub qabağıma qızları söhbət edirəm hamısı ilə. Belə də söhbət edirəm. Yox, yaxşı. Belə heç nə. Vlogun necə təsirində qalmışam. Çox çəkdi, nə Əsmər? Yaxşı, bir dəqiqə gözləyim. Bu qızı başa sala bilmirəm. Bugün deyəsən axşam yüngül keçəcək. Gündüzü belə yola veririk. Əsim nuggets eləyib. Qəşəng makaronla. Onun dadına baxıram. Belə köpüklənir kənarları. Çox sevirəm də bunu. Şey qaynasın. Az qaldı pişir. Pişsin. Bunu götürüb əlavə eləyəcəm. Az qaldı. Aha. Gözləyirəm. Belə pişib qalxana yaxın. Birinci çox qarışdıram qaynara düşəndə. Sonra köpükləyənə yaxın baxın belə. Bu Türk Mehmet Efendi konfesidir. Aha. Baxın. Tam belə bir momentdə götürürəm. Pişir. Ay sağ ol. Belə. Hop. Köpüğü də bol. Gəlmişəm qızlar evə. Demək burada nədir? Belə bir buxur almışdım o gün Sumqayıtdan. Buxurdanlıq daha doğrusu. Qoyun bunu altına. Belə yerləşdirirsiniz altına. Üzərinə də belə bir lili esensiya yağı var. Burasına damcıladırsınız. Özü qızacaq. Qəşəng qoxu verəcək. Burada qızlar satışda olan məhsullardır. Asmışam, şəklini falan çəkirəm. Burada bəzi şeylər var. Bunlar hamısı satışda olanlardır. Qoymuşam. Bu dünənləri də əslində çəkmişdim sizin üçün. Dediyim kimi qəşəng vlog eyib ki sonlandı. Yəni sonuna gələ bilmədim də. Dediyim kimi sildim. Nəysə, ev yox.
Belə qəşəng bu belə isinəcək. Bu yağ burada uçur. Evə qəşəng qoxu verir. Mən çox sevirəm. Bu da Temudan sifariş vermişdim. Düzü çox minidir, amma burada buxar elə bir ki, buxurdanlıq var, bir baləcə. Onları qoyursunuz içinə, buxurlar var. Belə yandırırsan, qoyursan içinə, qəşəng tüstü verir. Mən xoşum gəlir bunların qoxusundan. Görüm indi. Yavaş-yavaş indi qızacaq. Görək bunun keyfiyyəti necə olacaq. Üstü laklı filandır. Məndə bunun başqa cürəsi var. O çox qəşəngdir. Belə bir şey də var. Beləsi də var məndə biraz böyüyü. Bu amma çox qalındır, gec qızır. Belə şeyləri çox sevirəm ümumiyyətlə mən, qızlar. Belə bir şey də var, baxın. Bu hissəsinə şam qoyursan, bu da duzdan düzəldilib. Bunu da yoldaşım Bolqarıstandan gətirmişdi. Belə. Buranı qəşəng təmizlədim, qızlar. Deyirəm yaxşı ki, bu dəsmallar var. Bu dəsmallarla buraların qəşəng tozunu aldım. Pəncərəni çöldən də sildim. Əslində silmişdim yenə, çox batıq deyildi. İndi isə buraları bir damcı istəyirəm tozunu falan alım. Yaxşı. İz falan bir də görsüz qalır da. Heç olmasa yataq otağını yığışdırım, səliqəyə salım. Əslində yeri falan yığmışam. Oraların hər tərəfini tozunu almışam. Buranın tozunu almışam. Sonra buranın güzgülərini falan hər birini silmişəm. Bir dənə bu pəncərənin gözüm sataşdı. Burada da buraların da tozunu aldım, yığışdırdım. Demək olar ki, pis yox. İstəyirəm, pərdəni də açmayım. Baxacam indi. Bəlkə açdım, yudum qəşəng təmiz olsun. Bəzi işlərim var. Onların hamısını eyni anda görmək istəyirəm, düzün desəm. Necə? Yəni xalçanı falan da yumaq istəyirəm. Pakrovalı, nə bilim, hamısını birdən eləmək istəyirəm. Qışı yaya ayırıb eləmək istəyirəm onu. Ona görə biraz gözləyirəm ki, sakitçilik olsun, eləyim. Başladım silməyə. Köşə qəşəng silmək istəyirəm. Bir də bu kondisionerin bu şunuru məni o qədər əsəb edir. Bilməm onu hara yerləşdirim ki, Allah da xoş getsin, o da bəndələrə də xoş getsin. Görən yeyirəm onu. Belə buraları sileyim. Hələ ilkdir silməyim. Birinciden başladım çəkməyə. Həmişə mən Instagramda da siləndə, ikinci, üçüncü dəfə artıq silməyə başlayanda adı nədir? Çəkirəm. Bu tərəfə gəlmədiyim pilisosla. Düşündüm heç nə olmaz, amma var. Dedim, əski vedrəni gətirmişəm yanıma. Dedim, bir yerdə qəşəng silib. Elə orada tez-tez yuvaram, nəsə ilişsə də buna. Amma ilişib biz. Uşaqlar bir dinc qalır. Nəsə pilisosuma nəsə yapışıb. Abbas o günləri oynadırdı, nəsə yapışdırıb. Yaxşı olmadı, dedim yuvaram, sonra istifadə edərəm. Belə. Başını aldı, yürüdü işlərim. Belə qızlar, baxın da, görün. Bunu da çəkdim, arxasını təmizlədim. Adı nədir, pilisosladım daha doğrusu, gətirib siləcəm. Bunların hamısını çəkmişəm, qıraq bucağın hamısını silmişəm. Daha doğrusu pilisoslamışam, indi gətirib siləcəm hamısını. İstədim elə bir dəfəlik eləyim, yaxşı ağıllı qız onun bir dəfəlik eləyim hamısını. Səbrim tutmadı. Əslində bunun arxasında çox toz vardı. Nə yalan deyim, bunu çoxdan da çəkmirəm. Bunları hər dəfə yeri siləndə eləyəndə çəkib arxalarını silirəm. Taxtını da tez-tez silirəm. Məndə yüngüldür deyə rahat da arta bilirəm altını silməyə. Ona görə bunlar rahat olur. Gəldim. Buranın tozunu alım. Laf məndə bayram təmizliyi oldu. Bayramda bilirsiniz ki, əlim bayram qabağı kəsilmişdi deyənə. İnanın su stəkanları aldım da. 100 ölçüb bir biçmişəm. Nə qədər baxıb bir təhər ki, düz əməlli alımsın qayıtdı. Mama dedi ki, ay bala al. Axırı seçdim, aldım güclə. Daily Home belə oranın, o markanın fincanlarını aldım, su stəkanlarını. Elə düşünürəm ki, onlar elə bil qırılmaz, biraz dözümlü olar. Gedim bir də yuyum gətirim. Mənim mebelim Perladandır qızlar. Bunu çox bəyənmişdim. Bura köçəndə yoldaşım dedi ki, Mehriban, istəyirsən yığdıraq mebel. Dedim ki, yox da, bəs belə hazır istəyirəm. Biz istəyirdim tez olsun. Əslində səhv elədim, həqiqətən. Düzdür, siyirmələrindən falan, hər bir şeyindən razıyam. Bir dənə paltar şkafından da, şifanyerdən razı deyiləm. O da niyə? Çünki balacadır, qızlar, çox balacadır. Məsələn, belə, dükkanım neydi?
Yəni yaxşı deyil də, elə bilirəm. Daha iri ola bilərdi. Belə arxasının tozunu da təmizlədim. Gedim bunu bir də yuyum gətirim. Keçim şüfənləyin arxasında təmizləyim, torun filan. Boyu uzun olmağın avantajlarını yaşayıram hal-hazırda. Əvvəllər boyumu o qədər kompleks eləyərdim, qızlar, dəhşət. Deyirdim, vay, mən niyə belə uzunam, mən biraz qısa. Çünki ətrafımda hər kəs çox qısa idi, rəfiqələrim falan. Mən yanlarında o qədər uzun qalırdım və çox kompleks elirdim. Amma kilo alandan sonra dedim, yaxşı ki, boyum elə uzundur, çox da bəlli olmur. Evin elə görünməz yerlər var ki, hər yer toz olur. Toz da ki, nəfəsimizdədir. Pəncərəni də tez-tez açıq qoyuram belə, hər tərəfi islandı buram. Belə, gətirim buranda mopum var, ona slipinin, dəsmalın keçirdib belə siləcəm divara. Bu mopu Trendyoldan sifariş vermişdim. O qədər yaxşıdır toz almağa. Amma çox vaxt belə əlim slipində bu böyük dəsmalını gətirdim. Ay, bir neçə əlimin onun arasında qoymuşam. Belə, indi siləcəm divarları qəşəng-qəşəng. Bax, bu hissə çünki bağlı qalır və toz olur. Elə o biri tərəflər də silərim. Belə. Hamamın mən çox vaxt kafelinə istifadə edirəm. Baxın, qızlar, kirləşir. Gətirdim, maşını qoşdum, persil əlavə elədim qızlar gözünə. İstəyirəm, tülləri çıxartmışam. Tüllə gün keçirməz elə bir yerdə atdım, yulsun qəşəng. Uşaqları gedib gətirəcəm. Ona kimi istəyirəm, yataq otağından bitirim. Qalsın digər otaqlar. Onları da gün ərzində, ya bugün, ya sabah yavaş-yavaş təmizləyərəm. İndi istəyirəm bir stəkan özümə çay qoyum. Bir stəkan çay içim. Gedim ortalığı toparlayayım artıq. Mənim bu mopum da əslində çox qəşəngdir qızlar. Çox güclüdür də. Buradan Biləcəridən Kəbirə xala deyilən mağaza var qızlar. Kəbirə xalanın mağazası. Oradan almışam. Çox yaxşıdır. Sadəcə mənim vedrəm yaxşı deyil. Çünki bu mopun vedrəsi bu deyil də. Tək almışam bunu. Amma inşallah ki tapşırmışam gəlsin. Düşündüm elə mən həm balkonu, bir də görsün hamamı filan silməyə də mop lazım olur. Bunu elə bir ona istifadə edərəm. Vedrəsi ilə aldığımı evə istifadə edərəm. İkisini də bir vedrə istifadə edərəm. Nə olsun, başlıqları bunlara ayrı-ayrı. Çox keyfiyyətlidir də. Yəni həm başlığı çox keyfiyyətlidir həqiqətən. Çox yaxşıdır da. Yəni inansız yaxşı sıxanda var ha. Suyu bir dənə götürür, gül kimi eləyir də hər yeri. Özüm də qoyuram axşamdan domestosa. Səhərə olur gül kimi. Qoyuram çölə quruyur. Yəni heç bir problem də olmur. Buralar yaxşı qurusun. Hop, belə. Pəncərəni geri açıq qoyardım. Bu tərəfdən keçim gedim pəncərəni açıq qoyum, yaxşıca qurusun. Belə. Xalçanı da pilisoslamışdım, getdim sərdim yerinə. Bura qurudu. Xlor qarışıq qəşəng iylər gəlir. Taxtın arxasını, şkafların arxasını falan çəkmişdim deyənə qızlar. Bəlkə buranı bir 4 vedrə su ilə silmişəm də. Get gəl. 2 dəfə xlorla sildim. Sonra isə arab sabunu ilə sildim. Əslində arab sabunu ilə silmək bəs eləyərdi. Sadəcə mən istədim bir də dezinfeksiya eləyim də. Bir dənə qəşəng birinci 2 dəfə xlorla silib, üstündən sonra arab sabunu ilə sildim. Mis kimi iyi gəlir. Əsl təmizlik qoxusu gəlir də. Çox bəyəndim. Buranı belə yaxşı ki elədim. Bayaqdan ərinirdim, eləmək istəmirdim. Necə ərinirdim? Deyirəm elə bugün istəyirəm bir şey eləyəndə mən həmişə hamısını birdən eləyim də. Yəni hər şey gəlsin, həm qışlıqları ayırım. Elə bir ki işim uzansın da. Amma bunu elədim, artıq gələn dəfə bir dənə paltara çıxardacağam deyənə daha rahat olacaq mənə. Sadəcə nə bilim, adam istəyir ki hamısı birdən olsun. Tülü çıxartdım, sərdim artıq yerinə. Kənarlığı atmışam, yaxalansın o da, onu da gətirib sərəcəm. İçərdən bir dənə qoxu gəlir qızlar. Tam elə bir tülü sərdim. Tülü yuarkən daha doğrusu persilin maye şəklində yuyucu tozu var ha. Ondan istifadə elədim. O da elə qəşəng qoxusu gəlir. Həm tülü çox qəşəng təmizlədi. Baxın necə, məsəl üçün o kənarlarını falan qəşəng ağartdı da. Göstərim belə.
rəngin falan da gözəl açır tülün. Toz olur da ən çox. Özdə mən belə gözləmirəm də. Ümumiyyətlə çox tez-tez pərdələri yuyuram. Demək olar ki, ayda bir dəfə yuyuram da qızlar. Korlanmır, çünki tül seçmişəm özüm ona görə ki, tez-tez xarab olmasın. Rəngində hələ ki şükür saralma falan yoxdur. Bəzən ağ sirkə ilə belə yuyuram, persol atıram maşına. Amma bu dəfə elə pervolun özü var idi deyənə, pervol deyirəm, persilin özü var idi deyənə, daha ehtiyac olmadı heç nəyə. İndi isə gedirəm hazırlaşım, çünki uşaqlar gedib bağçadan gətirməliyəm. Artıq vaxt tamam olur. Gedim hazırlaşım. Hazırlaşdım. Yüngül makyaj elədim. Makyajım maskara, blesk dodağıma və üzümə də SPF-dən ibarətdir belə. Təmiz görüntü. Qaşlarımı səliqəyə saldım. Daradım. Biraz yenə qulluq eləyirəm. Tam istədiyim kimi qaş olsun deyənə. Qızlar, uzunluğunu şükür yavaş-yavaş əldə eləyirəm. Amma qulluğu dayandırmıram ki, tökülmə olmasın. Yəni, xanımlar nə edirlər? Qulluq eləyirlər qaşlarına. Vəsiyo, qaş uzandı. Ondan sonra getdi. Bıraxırlar başını ki, nə olar. Elə olmur. Ümumiyyətlə, pəhrizdir qızlar, baxımdır. Bunlar daimi davamlılıq tələb edən bir şeylərdir. Nə qədər davamlılıq göstərsəniz, səy göstərsəniz, o cürdə nəticə alacaqsınız. Mənim saçım buralarında da çox seyrəklik vardı, şükür. Belə uzanıb artıq. Biberiyə otu dəmləyib saçlarıma püskürürəm hər duşdan sonra, nəm halda. Amma saçımı dəhşət ağartdı, onu deyim ki, o ağarma məndə də oldu. Amma saçım uzanır da, onsuz da boyuyuram deyənə mənə belə gəlmir də, yəni kompleks gəlmir. Birazdan düşünürəm ayın axırı ad günümdür deyənə, aprel 28-i ona kimi hələ boyamayım, biraz da qulluq edim, özünə gəlsin, sonra boyayaram. Hələ ki, düzdür, ağlar dəhşət çoxdur, belə indi burada bilinmir. Amma hələ ki, belə. Nəysə, gedim uşaqları gətirim evə. Bəlkə axşam mamagil gəldi. Mən də nugget pişirəcəm deyə düşünürəm. Belə. Qızlar, Rasimin bugün dişi çıxıb. Alt dişi düşüb. Rasimin dişi çox tez çıxmışdı əvvəldən də. Ona görə də tezdə düşdü. Baxım, Rasim dişiyə baxım. Baxım, əlində də saxlayıb dişi. Gedin, gəl. Markete gedəcəyik, Rasim. Qışqırma elə, olmaz o qışqırma. Keçin, yo. Anar markete, gəl. Gəlin. Əllərim göyərmişdi bu səfərə. Bodunu al. Güzel. Kimsə var? Hı. Çoxları gördüm. Ah. Sen alsın. Kim geldi? Nereye geldi? Bu da sizden. Rasim Bey, nələrimiz gəldi? Ha, onlara değil. Nugget pişirdim. Bakın. Böyle. Tandırdı deyil. Nənəsi temizdir kızlar. Allah'ım. Buna bax, tuju verdim əlinə. Su elədir. Dinç qalmaq söhbəti yoxdur axı. Yaraşıqlı, benim gözəli. Kim aşkım? Qurban olsun sənə. Kim aşkım? Oldu balam gözəl, oldu balam qəşəng. Balam bey hamamına girsin inşallah. Hı? Sənə qurban olum. Deyirəm, yaxşıdır, deyir, hə. Ağlamadı, yine yaxşı göz uzadı. Mən elə çizirdən onu qorxdum. Onun komplesi bilməyəcəm, bilməyəm. Ha, gözlə. Rasim keçən səfər çəyrək istəmişdi. Balaca qabda almışdın da onu, amma balaca almışdı. Şeydi. Tutma da 50 qəpiyə də çəksin. Görürsən, orada pişirmək olar. Birazdan pişirmək olar. Gömsən hələ göydü qızım için. Ona görə gərək bilsən kilodan da artıq şərbət tökəsən ki, o içinə olsun. Ha, düz deyirsən. Birazdan inşallah.
sevirəm də mən çiyələk. Mürəbbəsi vurdu, çörək mürəbbəsindən dönürdü. Peki. O, Ne vermirsən seçənlə bağlı? ha, verirəm içərsən. Aspirox əlavə elədim, qızlar, sürtürəm buranı. Keçən səfər vlogumda belə qazın üstündə dəmirləri sürtəndə bir izləyici yazıb ki, düz eləmirsiniz, hamı krantın altında yuyur. Qızlar, mən də çıxardım, krantın altında yuyuram. Mən sadəcə burada belənçinə şampunluyuram qəşəng, rahat. Mənim rakvinanın içi çox dardır, ona görə mənə rahat olmur, rahat orada şampunlamaq belə iri şeyləri. Ona görə burada qışın şampunuyum, orada duruluyuram da, nə olacaq şey? Nə fərqi var ki? Yəni, harda yazılıb ki, bunu belə eləmək olmaz, başa düşmürəm. Belə, baxın görün necə yağ axdı burada. Belə götürüb qoyuram ondan sonra rakvinan içinə. Bu arada qabların hamısı yuyuldu. Özkaya boykot çağrısı yaptı. Aybükə də yapıb. Nə desə bilmirəm. Ne diyeyim oğlum ki? Bilmirəm. Tam temanı yəni. Aa, niye akşam vardı? Zibil avtomatik get görün. Getdin hələlik. Sağ ol Abbas. Hə, bunu atdım gəlir. Ver, salar yenə. Yaxşı. Bunu atdım gəlir. Gözlə, gəl, Abbas. Qızlar, bu köynəklərinə baxın, nənələri bunları belə köynəklər alıb gətirib. Baxın, qəşəkdir, əziz, mübarək doğum. Nə var? Bak buna. Bugün yapıştım da. Ana. Onda saçları tabancanı bəş. Qızlar, şulkanı aprel ayında gətirib bura qoşam mən. Niyə? Çünki bizdə arxa hissə, evin arxa hissəsi. Ağac var orada. Hə, uşaqları təpindim bir dənə saxlayıb videonu. Getdilər yerlərinə. Hə, niyə gətirib içəri qoşmuşam? Bizdə arxa hissədə ağac var, qızlar. Və bu ağacın üzərindən yaşıl-yaşıl qurtlar düşür. Qurtlar da necə? Belə ağ, belə torsaq salırlar paltara. İçində qurd olur. Hə, qurdu da götürmək istədə partlayır. İləkə salır paltarlara. Dəli olmuşam. Biri var bir dənə, biri var belənin içinə torrama. Necə? Paltarı ya axşam ya səhər axırı səhərsən. Axşama kimi qalmalıdır da. O dəqiqə qurumur ki. Hə, mən özdə yığıram ha. Heç vaxt sabaha qalmır. Yəni axşam səhərəmsə səhər yığıram, səhər səhərəmsə axşam yığıram, belə eləyirəm. Mənim üçün yəni paltar o qədər çox olur ki, paltar sərməyin bir saatı yoxdur. Hər an o paltar yuyan işləyir, paltar sərəm götürürəm. Hə, onun əlindən qızlar yığıram. Yəni zivəyə sərmirəm. Deyirəm bəlkə bu da bir mövsümdür. Bəlkə sonra yığışar. İnşallah ki o qurtlar böyüyüb, tükülü-tükülü bu həyətdə gəzməzlər. Nədirsə bu dərmanlamaq lazımdır ya ağaclar. Yəni nədirsə başım çıxmır. Qızlar o qədər çətindir. Yəni baxıram paltar sərmək ucu müşkül olub da mənim üçün. Paltarları çölə sərə bilmirəm. Mən də paltarsız neyniyərəm? İndi hələlik bura sərdim ki, ATP yanları söndürməmişik. Sabah kimi quruyacaq burada. Son işlərdə yekunlaşdırıram. Buraları yaxşı təmizliyim, sürtüm, qabları qurulayıb götürmüşəm. Bir dənə qalıb bu işim. Krantın altın aspirox layıb yumaq təmizləmək. Bu gün mənim üçün ancaq təmizlikdən gəldi. Əslində bu işləri eləyirəm. Sadəcə axır vaxtlar nə Instagram storiesində, nə filan çəkməyə belə heyf gəldi deyim. Həvəsim olmurdu deyim belə. Şimdi dedim qoy həvəslənmişkən sizlərlə də paylaşım. Dediyim kimi qızlar, çalışdığım qədər pəhrizə riayət edirəm və burada nədir, yarım limonda ilə belə qabıqlı falan əlavə edirəm. Bu da bir əllik görə götürə biləcəm. Zəncəfildir, doğramışam bir damcı və mixey. Detoks suyu hazırlayıram ki, sabah rahat içim. Mən əslində soyuğu üzərinə tökməyi xoşlayıram. Burada iş gördüyüm yerdə saxladım, əlim ki, düzəldim bunu. Çay qaynamışdım, bu səfər isti su tökəcəm. Qəşəng isti su töküm, dəmlənsin, sabah hazır olsun, gün ərzində bunu içəcəm. Mətbəxin son halı, qızlar. Hər yeri təmizlədim. Bir dənə pilisos işi qalıb. Onu da eləyə bilmirəm çünki uşaqlar yatıblar. Sabah inşallah eləyəcəm. Hər şey hazır. Qazı təmizlədim. Paltarları astım. Ora rakvinal təmizlədim. Hər bir yeri. Qablarımı da yuyub yığışdırdım. Detoks suyumu bura qoydum. İnşallah sabahları tezdən durub içərəm. Gün boyu daha doğrusu. Bir də ayın tarixini artıq dəyişdim ki, saat 12-ni keçib. Belə qalıb saat bu indi. Uşaqlar yatıblar. Gedim mən də duş alım. Baxım prosesimdə inşallah sizlə çəkərəm. Maraqlı olar. Məncə sizlərə fikir olar. Belə.
Duş almamış istəyirəm sizə 1-2 dənə məhsul var ki, sevib sevmədiyim nüansları deyim. Maraqlı olar məncə sizlərə də. Faberlic'in bu Porto Jones belə duş geli, qızlar. Bunun parfümü də çox sevirəm. Sadəcə köhnə versiyası, təzə versiyası bir o qədər ona oxşamır. Mən elə düşünürəm. Çünki mən illərdir o ətri istifadə edirəm. Tapa bilsəz köhnə versiyasını tapıb yoxlayın. Çox qəşəng qoxusu var. Bu duş gelinin qiyməti də münasibdir. Həqiqətən də çox qəşəngdir. Yəni mən çox sevirəm də qoxusunu. Balacadır, qatılığı, köpüklənməsi çox gözəldir. Belə durunu göstərim. Durunun bu zərlisini heç sevmirəm qızlar. Çünki duş alırsan, sonra olur bütün zəmin, hamısı zər. Onu da ayrıca təmizləmək lazım olur. Ona görə mən bir o qədər sevə bilmədim bunu. Belə qoxusu falan yaxşıdır, köpüklənməsi yaxşıdır. Bir dənə bu zər söhbətini heç sevmədim. Əslində zərinə aldanıb aldım. Digər seriyalarını, əsasla skrab, tərkibi skrablı olan seriyalarını çox sevirəm. Bir də bunu mən Qayalı Golddan aldım. Sumqayıtdan çox qəşəngdir. Həqiqətən də dondurma qoxusu gəlir. Ümumiyyətlə duş gelləri favorimdir. Hər dəfə istifadə elədikcə çalışacağam vloqlarıma əlavə eləyim. Ümumiyyətlə sevdiyim məhsulları, təmizlik məhsulu olsun, istir baxım məhsulları olsun, çalışacağam vloqlarımda göstərim sizlərə də fikir olsun. Üzümə baxım elədim, nəmləndiricilər çəkdim, serumlar çəkdim. İndi isə kirpiklərimin də baxımını eləyim. Qızlar, demək olar ki, işim bitdi. Bugün çox yoruldum. Üst-üzə sağlıq canınızdanıza. Amma dəydi də. Yəni, əsas odur təmizlədim hər yeri istədiyim kimi. Qonaqlarım da, qana deməyim, mama gildə, yəni gəldilər, getdilər. Onların da yer yığış elədim arxalarınca. Yürüyüş elədim. Bugün 24.000 addım atmışam. Təsəvvür edirsiniz. Yəni, bu gün ərzində attığım addım deyil də. Yəni, gün ərzində yekundakı addım sayı deyil. Yəni, ayrıca, yəni, yürüyüş eləmişəm ki, yəni, əməlcə başlı şanqır-şunqır gəlirəm. Ayın 28-nə kimi inşallah ki, Allah qoysa 90-a kimi çatsam əla olar qızlar. 90-lara düşsəm, onsuz da 90-lardayım. Yəni, son çəkdiyimdə 98-400-dən ümumiyyətlə başlamışam. İnşallah düşünürəm ki, yəni aralıqlı oruc edirəm. İnşallah ki, düşünürəm ki, ayın sonuna 90-a kimi gələrəm. Yəni, bir aya 8 kilo verərəm. İnşallah, inşallah. Oldu deyək. Belə günü bağlayıram. Sabahlarımda böyük gün olacaq. Uşaqlar evdədir falan. İnşallah yaxşı olar hər şey.